2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan və aprelin 7-sində vəfat edən ordumuzun zabiti Leytenant Ülvi Bağırov dəfn olundu. Mən qeyrətli balamla fəxr edirəm. Balam 23 yaşında o qədər hörmət qazandı özünə. Kiçikli, böyüklü, qozalı, hamının ürəyində balam özünə yer tapır. Qeyrəti ilə, şərəfi ilə, qanacağı ilə, qabiliyyəti ilə, oxuduğu yerlərdə ali savadı ilə həmişə nümunəvi olur.